Niye bu biri əlini axtarır, biri anasını axtarır, biri 5 dəfə evlənib o gündəmə gəlir. Burada tamaşaçıların da günahı var. Biri verilişi bir seriya kimi bir il davam eləməklə burada heç bir nəticə olmur. Bunun maşını bahadır, bununki ucuzdur, bunun hansı, nə bilim, əynindəki paltarın qiyməti nədir? Mənə bir adam deyib ki, Şövkət Ələkbərov kimi nə geyinirdi, onun qiyməti nə idi? Həci, bunun həcisi var. Yəni onu saxlayan var. Hazırda telekanallar çox tənqid olunur. Hər hansı bir şəxsin məişət həyatı qabardılır. Məsələn, ucqar kənddə yaşayan bir adamın şəxsi həyatı şou kimi təqdim olunur. Siz bunu necə görürsünüz? Niyə bu dağılan ailələrdən danışılır? Niyə bu biri əlini axtarır, biri anasını axtarır, biri 5 dəfə evlənib o gündəmə gəlir, biri heç kimisə qaçırdıb, bədbaxt edib onunla danışılır. Bu mövzular həyatda mən elə bilirəm ki, ekrana gəlirsə, elə baxış altında buna işıqlandırmaq lazımdır ki, bunun bir tərbiyə və əhəmiyyəti olsun. Və bir verilişi bir seriya kimi bir il davam eləməklə burada heç bir nəticə olmur. İnsanları cılızlaşdırırsınız düşüncə barədə. Zövqlərini, düşüncəsini, o müqəddəs ailə təməllərini siz laqladırsınız. Belə olmaz. Burada tamaşaçıların da günahı var. Çox təəssüf ki, çox televiziyalar bugün reytinqə əsasən öz proqramlarını tuturlar. Ailəsi dağıdanları bizə nümunə gətirməklə yox, onların bir-biri ilə höcətini, səviyyəsiz söhbətini və arada söyüşə keçəndə, nəyəsə keçəndə onun səsini kəsirlər. O səssiz qadırlar daha da ikrah doğurur, məsələn, mən baxanda ona. Güya nəsə birinlər onu efir etikasını gözləmədən bunun səsi alınır. Amma hamı bilir ki, texniki səhv deyil, bu texniki qüsur deyil. Bu tərbiyəsizliyi səssiz ifadəsidir. Mən ona baxanda görürəm ki, bu adam nədən danışır? Eşitmədən. Çünki üzündəki ifadələr də danışır. Heç onu da görmək istəmirəm. Hər səhər tez durub baxıram, dünyada nə var, nə yox. Amma mənim maraqlanan şeylərdir, peşindəyəm deyir. Yəni ki, o sorağındayım. TikTok o qədər istifadə eləmirəm, amma baxıram da hərdən. Bəzən maraqlı şeylər olanda baxıram. Mənə görə maraqsız olanda baxmıram, amma mənə görə maraqsız olana o qədər maraqlanan var ki, yəqin ki, onun baxışı sayı daha çoxdur. Amma o demək deyir ki, mən də ona baxmalıyım. Səhər xəbərə baxırsan, ya hansısa, görün nə qədər orada o var ki, orada qəza törəndi, burada yanğın oldu, burada o onu öldürdü, bu bunu öldürdü. Bunlar hamısı xəbər ola bilər. Amma bu kriminal xəbərdir. Xəbər elə kriminal, bunun üçün bir saat olar. Hamı da bilər ki, oturub baxıb görək kim öldü, kim qaldı. İndiki efirlərdə bayağı müğənnilərin çıxışları çoxalıb. Əvvəllər isə belə hallar yox idi. Bu barədə nə deyə bilərsiniz? Bunun maşını bahadır, bununki ucuzdur, bunun hansı, nə bilim, əynindəki paltarın qiyməti nədir? Mənə bir adam deyib ki, Şövkət Ələkbərov kimi nə geyinirdi, onun qiyməti nə idi? Heç bu söhbət gündəmə gəlməzdi. Yaxın keçmişə baxaq. Akif İslamzadə, o nəsil. Yəni, o dövrün oxuyanları, onların hansı tutaq ki, deyirdi ki, əynində nə var, ya neçə manatlıq maşın sürür, ya bağını göstərərdilərdi. Yoxdur elə şey, amma onların da o dövrə görə geyimləri də olub, nəqliyyat vasitələri də olub. Həci, bunun həcisi var. Yəni, onu saxlayan var. Axı, bizdə Hacı Zeynalabdin Tağıyevə deyirdilər. Ki, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov oxudu, filan kəsi oxudu, filan kəsi. İndi sən deyirsən, o oxuyan, bəs bilmirsən, həci saxlayır onlar. Bax, gör o sosial şəbəkəyə bax, gör nə göstərir onu. Saat telefonu aç, gör nədir? Hansı şəkillərdir, xəcalət şəkil. Bunun bizim üçün, tərbiyəmiz üçündür, yox, tərbiyəsizləşməyimiz üçündür. Tərbiyəsizləşmənin özünün tərbiyə olunmasıdır bu. Təlqin olunmasıdır. Sırınmasıdır bizə. Bunun qabağı alınmalıdır. Xalqın da bir mənəviyyat sərhəddi var. O qorunmalıdır. Bunu da geri bütün xalq görürsünüz. Özdə ön sırada ziyalılar olmalıdır. Gənc nəsil böyüyür. Nümunə bunlara kimi göstərirsiniz? Hansı həyat tərzini təlqin edirsiniz? Bahalı villalarla, bahalı nəqliyyat vasitələri ilə, bahalı binalarla, zəngin həyat tərzini kimisə göstərib, nümunələr göstərməklə. Bu stimul deyil. Bu
düşüncədə pozğunluğun artmasıdır. Etibar müəllim, cəmiyyətdə, həmçinin mediada belə bir fikir var ki, televiziyadakı aparıcıların çoxu tapşırıqla seçilənlərdir. Və ümumiyyətlə müzakirələr də bu yöndədir ki, həqiqətən də bu dəqiqə öndə gedən bəzi aparıcılar kiminsə tanışlığı ilə gəlib. Sizcə doğrudan da bu proses belədir? Bütün sahələrdə ola bilərsə kiminsə tanışlığı ilə gəlir o vəzifəyə. Kimisə tapşırığı ilə də gələ bilər o vəzifəyə. Əsas odur ki, kimin tapşırığı və hansı vəzifəyə. İndi konkret televiziyaya gəlirsə söhbət, şəxsən mən bir neçə televiziyada çalışmışam, rəhbər vəzifələrdə çalışmışam. Bir adam deyə bilməz ki, mən kimisə tapşırığı ilə işə götürmüşəm. Mənə çox adamlar zəng eləyib, deyib ki, məsələn, falan kestirmişəm, qoy gəlsin, bizim aparıcılarımızla bir yerdə, mən bir baxım görüm, çəkiliş eləmişik, görmüşəm, yox, dedikləri kimi deyil. Danışıq tərzi düz gəlmir, yaxud da ki, hər şey düz gəlir. Adamın elə bir xasiyyəti var ki, bu kollektivdə qıcıq doğurur. O da, yəni, burada yanaşma hər dəfə fərdi qaydada olmalıdır. Amma kiminsə tapşırığı deyirsiniz ki, yox, deyirlər ki, elə Allahın əmridir, bu burada işləməlidir. Mənim təcrübəmdə elə şey olmuyor. Space dönəminizdən ədalətli rəhbər olaraq tanınmısınız. Sizin üçün Space-dən ən yadda qalan nədir? Space də mənim həyatımda çox özəl yeri olan və gözəl xatirələri olan bir dövrdür. Mən çalışmışam oradakı elə bir mühit olsun ki, işçilər bura bir ara gələn kimi gəlməsin. Öz ailədəki kimi rahat, bəlkə ailəsindən də rahat bir mühitdə işləsinlər ki, ailələr də evə gələndə onlardan razı qalsın. Bunu təmin etməyə çalışmışam. Düşünmüşəm insanların zövqünü, düşünmüşəm tamaşaçı auditoriyasının gözlədiyi tələbləri qorumaq şərti ilə verilişlərin sayından çox səviyyəsinin artmasına fikir vermişəm ki, sayı da çox olub bizdə. Gecə kanalından tutmuş, o səhər verilişinə qədər, səhər verilişindən tutmuş, oradakı axşam görüşlərinə qədər müsabiqələr keçirmişik. Azərstar ilk dəfə orada. İndi də oradan çıxan insanlar bizim estradamızın, ifaçılıq mədəniyyətimizin aparıcı qüvvələridir. Muğam müsabiqəsi oradan başlayıb, televiziya müsabiqəsi, yenə də bu indi ənənəvi və artıq sonraki illərdə Mehriban xanımın himayəsi ilə davam edir. O da gözəl bir layihə idi. İlk dəfə bizdən başlayıb Space-də mənim rəhbərlik edirdim dövrdən. Başqa maraqlı məqamlar olub. Bizim efirdə həmişə seçilən insanlar aparıcılıq fəaliyyətini göstərib. Hər aparıcının öz xüsusiyyəti olub. Amma heç kəsin yerini kimsə dar eləməyib. Efir mədəniyyətini gözləmişik. Ona görə də o işlədiyim dövr elə bir dövrdür ki, o insanlarla bugün də yeni münasibətimiz qalır. Siz gənc yaşlarınızdan yüksək məsuliyyətli vəzifələr tutmusunuz. Bu qədər uğur qazanmışsınız. Sizə həmin illərdə motivasiya verən nə olub? Mən gözümü açıb görmüşəm ki, atam öz zəhməti ilə böyüyür, öz əməyi ilə böyüyür, halal çörəyi ilə biz böyümüşük. Atamın çevrəsində, yenə deyirəm, o dövrün ziyalı insanları, istər yazıçılar, istər bəstəkarlar, istər sənət adamları, çox yaxın mehriban dostluqları olub. Evimizə gəlib gedən adamların, mən elə bilirəm ki, mənim ən böyük müəllimlərim elə onlar olub. Adlarını saysam, yazıçılar ittifaqından elə Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən tutmuş, Süleyman Rəhimovdan, Osman Sarıbəlli, İlyas Əfəndiyev, Mir Mehdi Seyidzadə, Hüseyin Abbaszadə, nə qədər Qabil, Bəxtiyar Vahabzadə, yəni Nəbi Xəzri, bu insanların hamısı, yəni mən davam eləməkdə imkan var, amma sizi yormaq istəmirəm. Hələ bu yazıçılar aləmindən, Sabit Rəhman, mesela bunların hamısıyla mən uşaq yaşlarında yaxın ünsiyyətdə olmuşam, Adil Noğlu kimi.
Amma vaxt gəlib ki, Adilin oğlu böyüyüb, tamam elə İmran, Allah rəhmət eləsin, Qasımovun əsərlərinə, Bəxtiyar Vahabzadənin əsərlərinə, Nəbi Xəzərin əsərlərinə, tamaşalarına resenziya yazmağa başlamışam. Barış Manço ilə bağlı xatirələrinizi dinləmək istəyərik. İlk verilişlərin biri Türkiyə televiziyasında bir gün adlanırdı. TRT-də bir gün. Mən o verilişləri hazırlayanda da qonşu studiyaların birində Barış Mançonun 7-dən 77-yə qədər bir proqramı hazırlanırdı, çəkilirdi. Orada da Barışla tanışdığımız orada oldu. Verilişdən, çəkilişdən sonra görüşdük. Azərbaycandan gəldiyimi biləndə çox sevindi. Mən də dedim ki, indi Barış ayıb mahnılarını, çox az mahnılarını, çünki elə imkan yox idi ki, Azərbaycan o vaxt Barışı tanısın. 92-ci ildə birinci dəfə o gəldi Bakıya. Ondan sonra dəfələrlə gəldi Bakıya. Biz tanış olduq, bir neçə veriliş çəkildi burada. Biz şərait yaratdıq. Bizim qaçqınlarla görüşdü. Her şeyin tazesi dostluğun köhnesi. Azerbaycan'da, Bakü'de tabii ki çekimlerimize önce Şehitler Hıyabanı'ndan başladık. Şehitlerin bütün ailelerine başsağlığı ve sabır diliyorum. Azerbaycan halkına bu büyük kavgalarında, bu haklı davalarında galebe bir an önce muzafferlik diliyorum. İlk dəfədə o görüşdə, Novruz Bayramı şənliyində, Gənclik Meydanında Heydər Əliyevlə Barış Manço tanış oldular. Barış Manço ilə söhbətlərim oldu. Barışın bir arzusu oldu. Onu da dilə gətirdi ki, mən çox istərdim bir gün gəlim, sizinlə ayrıca görüşək və bir müsahibə alım sizlə. Heydər Əliyev bunu dedi, mən qarşıladıq, bir yaxşı da münasibət bəstərdi və sonra da razılıq verdi. Az sonra Barış bir daha gəldi və ancaq məqsəd o idi ki, Heydər Əliyevlə müsahibə. Efendim merhaba, nasılsınız? İyi günler, siz Tamam, iyi nasılsınız? günler. Eşim Lale Manço. Evet. Buyurun efendim. Allah'ım güç ver bana, sığındım sana. Bir Azərbaycanın rəhbəri ilə görüşəndə də bir ifadə işlətdi. Bu da çox maraqlı idi. Dedi ki, cənab prezident, biz sizi əgər dünyanın müxtəlif ölkələrində olmuşdur, 140-dan çox ölkədə olmuşdur. Deyir, əgər siz Amerikada doğulsaydınız, biz bu gün sizi gəlib Ağ Evdə ziyarət edəcəkdik. Yəni, onun liderlik keyfiyyətini də Barış çox yüksək qiymətləndirirdi. Xoş xatirlərlə mən hər zaman onu xatırlayıram. Bakı Slavyan Universitetində dərs deyirsiniz. Elə tələbəniz olubmu ki, ona baxanda özünüzü görmüsünüz? Mən həmişə deyirəm, bura gəlmişsinizsə sağ olun, küçədə qalmamışsınız, buranı seçmişsiniz, təhsil almaq istəyirsiniz. Amma nə dərəcədə siz təhsilə alıb bu sahədə çalışacaqsınız, o hər kəsin öz seçimidir. Və mən çalışmışam onlara həyat dərsi verəm. O kitabdakıları başqa yerdə də oxuya bilərlər. Amma heç olmasa bir insan müəllim nəfəsini duysunlar, müəllim sözünü eşitsinlər. O sözü eşidəndə, qəbul edəndə, onda peşələrinə də hörmət, rəğbət artar. Jurnalistikanın da sirri ondadır ki, sən insanlara sözün dəyərinin nə olduğunu çatdıra biləsən. Həyat 75-ci mərtəbədən necə görünür? Çox gözəl. Çox gözəl. Və amma 75-dən görünür ki, o insan 100 mərtəbəli mərtəbələrini görməyə də bilər. Ona görə də 100-cü mərtəbəyə baxmağa yox, ayağını sağlam olaraq o 75-ci qatda gəzməyi bacarmalıdır, peşmançılıq çəkmədən. Tələsməməlidir, amma yaşamalıdır və yaşatmalıdır. İlk növbədə də öz ümidlərini yaşatmalıdır. Ümidlər isə saf olmalıdır. Təməl möhkəm olmalıdır. Təməl möhkəm olsa, onun üstündə dözə biləcək qədər ömürdə adama nəsib ola bilər.